Şərq təqviminə əsasən geridə qoyduğumuz yaşıl ilan ili təhvil olaraq 2026-cı ildə yerini qırmızı alovlu ata verir. Tükənməz enerjisi, azadlıq arzusu və uğura can atması ilə gələn at ili qədim Çin horoskopunda 7-ci sırada durur. 2026-cı ilin simvolu həm də istiliyi, yaradıcılığı və yenidən doğulmanı əks etdirir. Buna görə də qırmızı alovlu at ilini böyük ambisiyalar, karyera planları və zəngin fəaliyyət proqramı ilə qarşılamaq lazımdır. At ilində dünyaya gələn insanlara gəldikdə isə sosial, müstəqil, ağıllı, lider ruhlu olurlar. Onların ədalət hissi güclüdür. Həm fiziki, həm də zehni baxımdan fəaldılar. Lakin bu dinamizmin kölgəsində səbirsizlik, tez darıxma, özünə nəzarətin zəifliyi və bəzən həddindən artıq iddialı olmaq kimi xüsusiyyətlər də müşahidə olunur. At sabitliyi sevmədiyi üçün bu il daim irəli can atanlar, yeni ideyaları həyata keçirənlər üçün daha əlverişlidir. Eyni zamanda tələsik qərarlar da risklərə səbəb ola bilər. Bu il at ilində doğulanlar iş həyatında yüksəliş, köç və ya istiqamət dəyişikliyi ilə qarşılaşa bilərlər. Qeyd edək ki, Çin təqviminə görə at ili fevralın 17-sində başlayacaq və 2027-ci il fevralın 7-sində bitəcək. Arzu Yusif, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.